Bu gözəl tülpan soğanı illərlə yerdə qalıb sonra açıb. Siz təsəvvür edirsiniz, mən bunu 2021-də mən də olub, 2022-23-də artıq mən bunları demək olar ki, bağımda belə xarici sortlar saxlamadım. Amma bu bir dənəsi, siz təsəvvür eləyin, qalıb yerdə, hər il bir dənə yarpaq, 2 yarpaq verib. İndi 2026-cı ildə bu belə gözəl bir çiçək mən bağımda rastlayıram. 2021-də bağıma gələn, hətta 20-nin noyabrında 2021-də ilk dəfə açan demək tülpanlardan biridir. Özüm saxladığım isə bu özü qalıb, məni seçib, sevib qalıb. Amma özüm saxladığım sortu da indi sizin üçün çəkim. Özüm saxladığım hələ açmayıb, çox maraqlı, oranjvi, qatlı, belə çox maraqlı bir forması olan tülpandır. Bunu da açanda çəkərəm.